Mən Namiq Məmmədov 1970-ci ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olmuşam. İsaqbağı kənd orta məktəbində təhsil aldım. 2 il Sovet ordusunda hərbi xidmət keçdim. 93-cü ildə Qarabağa yollandım, Füzuli rayonunda torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. 94-cü ilin yanvar ayında ordumuz cəbhədə uğurlar qazandı, bir neçə kəndimiz düşmən işğalından azad edildi. Füzuli rayonunun aşağı Əbdurrəhmanlı kəndi istiqamətində də ağır döyüşlər gedirdi. Döyüşlərin birində bölməmiz ermənilərin mühasirəsinə düşdü. Bölməni mühasirədən çıxarmaq lazım idi. Odur ki, pulemyotdan düşmən tərəfə aramsız atəş açmağa başladım. Mühasirəni yarmaq mümkün oldu və döyüş yoldaşlarım mühasirədən çıxmağı bacardılar. Yaralıları da mühasirədən çıxardılar. Mən isə atəş açmağa davam etdim ki, bölməmiz yenidən mühasirəyə düşməsin. Bu mənim son döyüşüm oldu. Düşmən tərəfindən atılan gülləyə tuş gəldim və ayın 26-sında torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldim. Qarabağda döyüşənlərin hamısının bir istəyi var idi. Şəhid olsaq belə, təki torpaqlarımız düşmən işğalından azad olunsun.